İzləyicilər, hal-hazırda bax, usta gəlir, baxır, işə başlanılacaq. PMK-dan da hal-hazırda müəyyən məbləğ yığılıb, 186 manat hal-hazırda yığılıb. Yəni verənlər də olacaq, işə başlanılır. Günlər usta gəlib, baxır usta. İnşallah Allahın köməyi ilə. Baxılır, Allahın köməyi ilə işə sabahdan start veriləcək. Yəni hamımızın nəzərinə çatdırıram ki, hal-hazırda bugün günümüzü bura sərf eləmişik. İşə Allahın köməyi ilə start veriləcək, iş gedəcək. Usta baxır, nə lazımdır, nə lazımdır. 186 manat əlimizdə pul var. Allahın köməyi ilə o pulla deyilən şeylər alınacaq. Qalanda ki, canlıda bir də kimin nəyə gücü çatırsa, rayonda, bölgələrdə, hansı bölgə olmağına baxmayaraq dəstəkdir. Fərqi yoxdur. Biləsuvar, fərqi yoxdur. Cəllabad, Lənkəran, kim hardan istəyirsə gəl bu dəstək ola bilər. Bu ailə çox ağır acınacaqlığı yaşayan bir ailədir. Övladı hərbidə bizləri qoruyur. Üstəlik də belə bir söz deyim. Hər iki ana bala xəstədir, yerdə yatırlar. Kompoz işçilərdir. Kasıb ailədir. İndi hamımızdan xahiş edirik, kimin nəyə güc çatırsa Allahın köməyindən də gəlib dəstək ola bilər. O hal-hazırda indi baxın usta qardaşlar. Əzizlər, usta baxır nə lazımdır, Allahın köməyindən remont işi başlanacaq.